Uşaqlar salam. Bugünkü testimizin izahında sizə Vüqar Zeynalovun test tapşırığından kimyəvi reaksiyanın sürəti testinin izahını verəcəm. Keçək suallarımızın izahına. Birinci sualda nə yazıb? Birinci sualda yazıb ki, lityum natrium kalium metallarının H-xlorla reaksiya sürətinin metalın bərkliyindən asılılıq qrafikini istəyir. Bilirsiniz ki, deməli, yuxarıdan aşağı gedəndə lityum natrium kalium rubidium cesium fransiyumda aktivlik artır. Amma bərklik nə qayırır? Azalır. Yəni, lityum natrium kaliumun içərisində H-xlorla daha sürətli gedən kaliumdur. Ümumiyyətcə, siz reaksiyanın sürətinə 7 amil təsir elədiyini bilirsiniz. Bu amillərdən biri də reaksiya girən maddənin təbiətidir. Reaksiya girən maddə nə qədər aktiv olarsa, reaksiya bir o qədər sürətli gedər. İndi burada kalium H-xlorla daha sürətli gedəcək. Çünki oksiyasaz turşu-duz materialımızda da qeyd eləmişəm ki, element ailələrini yazanda balaca bir dərsimiz var valentlikdən sonra. Orada yazmışam ki, lityum natrium kalium rubidium cesium fransiyum qələm metallarda 1A qrupunda yerləşir və bu istiqamətdə lityumdan fransiyuma getdikcə aktivlik artır. İndi burada lityum natrium kalium sırasında aktivlik artır. H-xlorla reaksiya girmə sürəti artacaq. Amma lityum natrium kalium rubidium cesium fransiyum cərgəsində bərklik azalır da bilirsiniz. Ona görə özdə lityumdan başqa digərlərini suyun altında bıçaqla kəsmək mümkündür də. Bunu metallar dərsində yazmışam. Aha, deməli birinci asıllıq tərs asıl olacaq. İkinci, flor, xlor, brom, yod halogenlərinin natriumla reaksiya sürətinin halogenin atom radiusundan asılığı. Amma bilirsiniz ki, elə element ailələrində qələm metallar, qələv torpaq metallar, halogenlər, xalkogenlər təsirsiz qazlar. Bax, elə orada yazmışdım ki, xalkogenlər, oksigen, kükürt, selen, tellur, polonium, halogenlər, flor, xlor, brom, yod, astat. Həmən o cərgələrin ikisində aktivlik azalırdı. Bax, qələv metallarla qələvi torpaq metallarda getdikcə aktivlik artırdı. Amma halogenlə xalkogenda aktivlik azalırdı. İndi bunlardan natriumla ən sürətli gedən flordur. Deməli, flor, xlor, brom cərgəsində sürət nə qalacaq? Azalacaq. Flor çünki ən aktividir, o natriumdan daha sürətli girəcək. Deməli, burada sürət azalır. Bəs radius nə qalır? Radius bilirsiniz ki, dövrü sistemdə biz oxlarla belə öyrətmişdim də, RAM, reduksiyecilik, atom radiusu, metallıq. Yuxarıdan aşağı atom radiusu artır. Yəni, bromun burada radiusu daha çoxdur. Deməli, flor, xlor, brom sırasında radiusu artır, amma aktivlik azaldığı üçün natriumla reaksiya sürəti azalacaq. Radiusu artır, amma reaksiya sürəti azalır. Deməli, o da tərs asıdır. Yəni, cavab C variantı. Yəni, kifayət qədər məlumatları zaten materialımızda, kimya materialımızda yazmışam. İkinci sualda. İkinci sualda temperatur əmsalı 2 olan reaksiyanın sürətini 32 dəfə artırmaq üçün temperaturu 40 dərəcədən neçə dərəcəyə qaldırmaq lazımdır. Deməli, VT2 böl VT1, Van Toff'un düsturu. Qamma üstündə T2 çıx T1 böl 10. Qamma burada temperatur əmsalıdır. Bu ikinci temperatura uyğun sürətdir, bu da birinci temperatura uyğun sürətdir. Bunlarda temperaturlardır. Birinci temperatur, ikinci temperatur. Sürəti 32 dəfə artırıbsa 32 bərabərdir qamma. 2 üstündə temperaturu 40-dan neçə dərəcəyə artırmaq lazımdır. Deməli, T2 yoxdur. Birinci temperatur 40-dır, ikinci temperatur yoxdur. 32 2-yə gətir, 2 üstündə 5 yazacam. Bu da 2 üstündə T2 çıx 40 böl 10. Əsaslar eyni olanda, qüvvətləri bərabərləşdirirəm. 5-i 10-a vuracam 50, T2 çıx 40, bu da 90 eləyir. 90-dır cavab. Üçüncü sualda. Gördüyümüz kimi üçüncü sualda nə yazıbdır? Deməli, M qram hamısında sink var, görürsünüz. Qabların içərisində də H-xlor var. Bunlardan hansı daha sürətli gedər? Bizdən onu istəyir. Aha, baxın. Elə bil belə deyək də, bilirsiniz ki, reaksiya sürətinə təsir edən amillərdən biri nədir? Reaksiya girən maddənin xırdalanma dərəcəsi, yəni səthinin sahəsidir. Yadınızdadır mı? Deyirdik ki, kristal, toz, bir də pudra. Pudra, hansı daha sürətli gedirdi? Pudra. İndi burada bir baxın, sink gəlib hamısının üzərinə. Amma elə bil ikinci ilə üçüncüdə sinkin ölçüsü birincidən daha balacadır. Fikir verirsinizmi? Onda birinci ən zəif gedən olacaq. Ən zəif birinci gedəcək. Ən zəif. Ona görə biri ən axıra göndərərsən. İndi bəs 2 ilə 3-ün arasında qaldıq axı. İkinci ilə üçüncüdə sinkin ölçüləri eynidir. Amma qabda H-xlorun qatılıqları eynidir.
Qatılıq nə qədər çox olsa, sürət bir o qədər çox olacaq. Çünki V bərabərdir delta C böl delta T'dan da başa düşürəm ki, sürətlə qatılıq düz asıdır. İndi üçüncüdə H xlorun qatılığı ikinci qabda H xlorun qatılığından çoxdur. Onda 3 böyükdür nədən? 2-dən. 2 də böyükdür 1-dən. Cavab Y variantı. Dördüncü suala keçirəm. Dördüncü sualda nə deyir? Reaksiya gedən qabın temperaturu 30 dərəcə. Elə bil ki, bu cədvəldə biz əvvəl X-i tapmalıyıq. Sonra X-i yerinə qoyub Y-i tapmalıyıq. Baxın, sürət deyir də. VT2 bərabərdir VT1 qamma üstü T2 çıx T1 böl 10. VT2 0,32 bərabərdir. Birinci sürət 0,4 vur. Qammanı verib 2 üstündə T2 çıx T1. T2-in yerində X-i, T1-in yerində 30 böl 10. Bundan bu gedəndə 8. 8 bərabər 2 üstündə X çıx 30 böl 10. 8-i 2 ilə eyni qüvvətə gətirəcəm. Yəni, eyni əsasa gətirirəm də, belə deyim. Əsaslar eynidirsə, onda qüvvətləri bərabərləşdirəcəm. 30 bərabərdir X çıx 30, X elədi 60. X 60 dərəcə tapdım, elə. İndi qeyb ikinci hissəni işləyirsən. İndi ikinci hissədə VT2-nin yerində, bax, o indi düsturdan yerinə qoyacam. VT2-nin yerində Y durur. İndi bu dəfə VT1-in yerində 0,32 durur. Vur. Qamma 2-dir, T2 çıx T1. T2 20-dir. Elə. T2 20-dir. T2 çıx T1 deyilmi? Yox, nəsə səhv getdim bizə dəqiqə. Yox, mən nəsə səhv getdim. Birinci sürət, ikinci sürət. Bir dəqiqə, nəsə səhv yerinə. Bu 60 dərəcədir, bu heç bu öz qaydasında dursun. Hədə. T1 20-dir. T2-ni 60 tapmışam da, nə? Hədə burada səhv qoymadım, bax, bizə dəqiqə. Bax, VT2 indi bu dəfə, bu düsturda, bax, qulaq as. VT2 Y-dir. VT1 0,32-dir. Qulaq as, vur. Qamma üstü, 2 üstündə T2 çıx T1. T2 20-dir, düz deyilmi? T1-i də mən 60 tapdım ücə. Böl 10, elə. İndi burada bizə dəqiqə. Y bərabər 0,32 vur. 2 üstündə mənfi 4 nə deməkdir? 2 üstü mənfi 4. 2 üstündə mənfi 4. O da eləyir 2, 4, 8, 16. Yəni 0,32 vur. Nə? 16-da 1 eləyəcək də. 2 üstü mənfi 4, 16-da 1 demək. 0,32 bölək. 16, vergül atsam 0, 0. Bu deyir 0,2. Hətta səhv getməmişəm. Düzdür. Bayaq da belə yazdım da. Elə bil, bax, yenə deyirəm. Elə bil, birinci dörtlü hissə var. Elə bil, belə deyim də 30, 0,4, 2, 0,32. Qammada 2-dir o heç. Qamma hər ikisi üçün, hər iki tənlik üçün 2-dir. Buradan X-i tapdım. İndi sonra isə, baba, neynəyir? 20, Y. İndi bax, bu dörtlük üçün tapıram. Fikir verdiniz mi? Buradan əy çəkdim. Bax, 30, 2, 0,4, 0,2. Bax, bu birinci dörtlükdür. Düstura qoyacağım. İndi X alandan sonra, X-i yerinə qoyandan sonra, indi bax, bu dörtlüklə işlədim. Yəni, bu topluda da var idi belə suallar, güvənlən hədəfdə də var idi belə suallar. Diqqətli olun, bax, imtihanda əsl düşə biləcək suallardandır. Sonra keçirəm 5-ci suala. Temperaturu 20 dərəcə artıranda sürət 4 dəfə artır. Temperaturu 40 dərəcədən 70 dərəcə Selsiya artanda sürət neçə dəfə artar? İndi buradan temperaturu 20 dərəcə Selsiya artıranda sürət 4 dəfə artıb. Buradan qammanı tapa bilərikmi? Və belə deyək də, o dəfə artma, dəfə azalma deyəndə Van Toff'un düsturunu biz belə yazırıq. Qamma üstü T2 çıx T1 bölün. Elə. İndi bu sürət 4 dəfə artıb deyir. Yəni, burada nəticə 4 alınıb. 4 bərabərdir, qamma yoxdur. Temperaturda 20 dərəcə artıb. Bu nə deməkdir? Yəni, T2 çıx T1 fərqi 20 aldı. 20 böl 10. Buradan qamma eləyirmi? 2. Qammanı aldım 2. İndi deyir, temperaturu 40-dan 70-ə artıranda sürət neçə dəfə artar? Yazıram VT2 böl VT1. Qammanı almışam 2. T2 çıx T1. Yəni, 70 çıx 40 böl 10. Bu da nə demək? 2 üstündə 3. O da eləyir 8. Deməli, sürət 8 dəfə artacaq indi. 6-cı suala keçirəm. Görək nə deyir.
Nə deyir burada? Hər 10 dərəcə Selsidə sürət 3 dəfə artır deyir. İndi burada nələr doğrudur da? Yəni bizdən doğru olanlar seçdir. Hər 10 dərəcədə sürət 3 dəfə artır. Temperatur verib. Bax, qrafikin özünə baxanda nə görürük? Qrafikin özünə baxanda görürük ki, temperatur 10 dərəcədən 20 dərəcəyə keçib. 20 dərəcədən 30 dərəcəyə keçib. Hər dəfə temperatur 10 dərəcə artıb. Bax, 10-dan 20-yə keçəndə, görsən, temperatur 10 dərəcə artıb elə. 10 dərəcə artanda sürətə baxaqmı? Temperatur 10-dan 20-yə gedəndə 10 dərəcə artanda sürət 0.6-dan 1.8-ə keçdi. Neçə dəfə artdı sürət? 3 dəfə. Və yaxud da 20-dən 30-a keçəndə temperatur 10 dərəcə artdı elə və sürət 1.8-dən 5.4-ə keçdi. Görsən 3 dəfə artdı. Deməli 1 düzdür. Deməli hər 10 dərəcə artanda sürət 3 dəfə artdı. İndi deyir hər 20 dərəcə artanda. Baxın. 10 dərəcədən 30-a keçəndə 10 dərəcədən 30-a keçəndə temperatur neçə dərəcə artdı? 20. İndi 20 dərəcə artanda görək sürət nə qayırıb? 0.6-dan 5.4-ə qalxıb. Onda neçə dəfə artıb? 9 dəfə. Deməli onda 4 də düzdür. 2 səhvdir, 4 düzdür. Sonra indi qammanı hesabla deyir. Baxın, məsələn T1 10 dərəcə, T2 20 dərəcə, VT1 0.6, VT2 1.8 kimi baxsaq, yəni baxsaq deyəndə elədir də. Aha, VT2 ikinci sürət 1.8-dir, birinci sürət 0.6-dır, vur, qamma üstü, T2 çıx T1. Yəni 20 böl 10 böl, bu da 10. Aha, bununla bu gedəndə 3 bərabərdir, qamma üstündə neçə eləyir? 1. Buradan da qamma 3 deməkdir. Qamma 3-dürsə, onda 5 də düzdür. Cavab oldu 1, 4, 5. Yəni maraqlı bir sualdır, diqqətli olaq. 7-ci sualda nə deyir? 7-ci sualda deyir ki, belə bir reaksiya vermişəm. Qabın da həcmi 4 litrdir. Amoniakın tarazlıq qatılığı 0,125 mol böl litrdir. Deməli 7-ci sualda N2 üstəgəl 3 mol H2 alınıb 2 mol NH3. Düzdürmü uşaqlar? Amoniakın alınma tənliyidir. Deyir, indi bu reaksiya gedən qabın həcmi 4 litrdir. Lap yaxşı. Amoniakın tarazlıq qatılığı 0,25 mol böl litrdir. Tarazlıq qatılığı. Bizə 3 molda amoniak əlavə edilərsə, amoniakın parçalanma sürəti necə dəyişər? Bu amoniakın əmələ gəlmə tənliyidir. Bəs amoniakın parçalanması deyəndə nətər olur? NH3 parçalanacaq, N2 üstəgəl 3 mol H2. Və əmsallaşdırdıq. Amoniakın parçalanma sürəti. Özü də amoniakın qatılığından danışırdı ya, indi bunun amoniakın parçalanma sürətinin kinetik tənliyi K vur C ayağında NH3-ün kvadratı olacaq. Düzdürmü? Belədir də. Çünki reaksiyanın sürəti reaksiya girən maddələrin qatılıqları hasil ilə düz asıdır. İndi bu bizə burada amoniakın tarazlıq qatılığını 0,125 verib. Amma 3 mol amoniak əlavə eləyibdir. Baxın, burada amoniakın qatılığını verib, amma üzərinə 3 mol amoniak gəlmişəm deyir. Biz bunu toplaya bilmərik. Nəyə görə? Çünki biri bunun qatılıqdır, biri moldur. Onda biz o molu qatılığa çevirə bilərik. Qatılığın düsturu C bərabərdir nü böl V-dir. Nü verib 3, həcmi də 4. Onda buna qədər eləyir? 0,75. İndi amoniakın tarazlıq qatılığı 0,125 idi. 0,75 də əlavə eləyirsənsə, onda olur 1. Baxın, əvvəlcə bizə amoniakın tarazlıq qatılığına 0,25 verib. Elə. Sonra bu nəyə çevrilibdir? 0,75-i gələndən sonra 1-ə çevrilib. Və burada mən görürəm ki, amoniakın qatılığına qayırıb, amoniakın qatılığı 4 dəfə artıb. İndi bu da deyir, amoniakın parçalanma sürəti necə dəyişər? Sən bilirsən ki, buradan görürsən ki, sürətlə qatılıq necə dəyişir? Sürətlə qatılıq necə asıdır? Düz asıdır. İndi əgər burada amoniakın qatılığı 4 dəfə artıbsa, deməli onun sürəti 16 dəfə artmış olacaq. Diqqətlə baxın. Bəli, əvvəl 0,25 olan bir şey indi 1 olub. Qatılıq 4 dəfə artıb. Qatılıq 4 dəfə artıbsa sürət necə dəyişib? 16 dəfə artacaqdan. Çünki düsturdan biz onu rahat görə bilirik. Sonra 8-ci sual. Bir dəqiqə uşaqlar. Bu tərəfdən keçək. 8-ci sualda nə deyir? 8-ci sualda yenə, qoy bir dəqiqə, qammanı 2 verib yuxarıda, sürətdir. Başa çatma vaxtı, bu sürətdir, bu da temperatur.
Deməli buradan əvvəl x-i tap, sonra y-i tap deyir. Bax, VT2 böl VT1 qamma üstü T2 çıx T1 böl 10. Sürətlə temperatur arasında budur. Sonra indi sürətdən zaman arasına keç. Onda VT2 böl VT1 sürətlə zaman tərs asıdır. Ta1 böl ta2. Onda baxaq. Deməli VT2 ikinci sürət yoxdur, x-dir. VT1 birinci sürət 0-dan 100-ə 4. Həmişə birinci gələn birincidir, ikinci gələn ikincidir. Bunu sizə toplu testini işləyəndə də demişəm. Qamma 2 üstü T2 çıx T1 60 çıx 40 böl 10. Görsən birinci gələn temperatur T1'dir, ikinci gələn 60 dərəcə isə T2'dir. Nəysə x bölək 0-dan 100-ə 4 bərabərdir. Nədir bu? 2 üstündə 2 4 eləyir də. Elə? Deməli x burada 0-dan 100-ə 16 eləyir. İndi gətir yerinə qoy. Deməli, ikinci sürəti tapdım ki, ikinci sürət x-i 0-dan 100-ə 16. Birinci sürət 0-dan 100-ə 4. Ta1. Ta1. Birinci zaman 80-dir, ikinci zaman yoxdur. Y yazıb. Vergülləri açsam heç nə. Bununla bu gedər 4 eləyir. 4y bərabərdir nəyə? 80-ə. Y də bərabərdir nə eləyir buradan? 20-yə. Deməli, x istəyirdi 0,16, y istəyirdi 0,20. Ey, estağfurullah, y də 20. 0,20 nədir? Keçək öbürü suala. 9-cu sual. A böl B-ni hesabla. Deməli, bir dəfə A-nı tap, sonra B-ni tap da. Onda düsturu bildik. VT2 böl VT1 zamanla Ta1 böl Ta2-də sürətlə zaman tərs asıdır. İndi V1 böl V2. İndi mən bizə dəqiqə bax. Sürətlə zaman necə asıdır? Siz buradan görürsünüz. Sürətlə zaman tərs asıdır. İndi V1 böl V2-ni 8 veribsə, onda Ta1 böl Ta2 8-də 1 olacaq. A nəyə bərabərdir? 8-də 1-ə. O birisində. O birisi ilə 2-də 1-dir də. Elə? O birisi ilə 2-də 1 olacaq. Niyə? Çünki elə bunu 2 veribsə, üzr istəyirəm, bunu 2-də 1 veribsə, elə Ta1 böl Ta2 2-də 1-dir də. B də bərabərdir 2-də 1. Nə var deyirində? A-nı B-yə böl. 8-də 1 bölək nə? 2-də 1. O da eləyir 8-də 1 vur, 1-də 2. Kəsri kəsrə böləndə birincini olduğu kimi saxlayırıq, ikincinin tərsinə çevirib bölürük. Bu da eləyir 2 böl 8, yəni 4-də 1 0,125. Bəli, cavabımız 0,125. Keçirik öbürü sualımıza. Görək onun sualda nə deyib. Sürət sabiti nədən asılıdır? Sürət sabitimiz nədən asılıdır? Əlbəttə ki, temperaturdan asılıdır, katalizatordan asılıdır və maddələrin təbiətindən asılıdır. Baxın, sürət sabiti, məsələn, V bərabərdir K vur, tənlik çıxardırıq, məsələn, belə. Aha. Bu sürət sabitidir. Sürət sabiti asılıydı temperaturdan, katalizatordan, reaksiya girən maddənin təbiətindən. Amma təzyiqdir, qatılıqdır, həcmdir, bunlardan asılıdır. Nədən asılı oldu? Temperaturdan, katalizatordan, maddənin təbiətindən. Cavab 2, 3, 4. Materialda bu cümləni olduğu kimi yazmışam. 11-ci sualda. 2 mol NO, üstə gəl O2. 2 mol NO2. Reaksiyanın sürətinə 7 amil təsir edir, onlardan biri də qatılıqdır. Reaksiyanın sürəti, reaksiya girən maddələrin qatılıqları hasili ilə düz asıdır. Əgər maddə bərk olarsa, onu nəzərə almırsınız. Çünki bərkin qatılığı olmur. Aha, burada K sürət sabitidir. İndi K vur, nədən asılı olduğu özdə temperatur, katalizator və maddənin təbiətindən. NO-nun qatılığını 4 dəfə azaldıq. Bax, reaksiyanın sürəti, reaksiya girən maddələrin qatılıqları hasili ilə düz asıdır. Təzyiqləri hasili ilə düz asıdır. Amma reaksiya gedən qabın həcmindən tərs asıdır. Bunların hamısını demişəm, kinetik tənliklərini öyrətmişəm. Aha. İndi NO-nun qatılığını 4 dəfə azaldırsa, deməli, sürət azalma olacaq da. Onda yazıram 4-də 1-in kvadratı. NO-nun yerinə azaldırsa 4-də 1 yazacağım. 4 dəfə artır deyəndə 4 yazacaqdım. 4-ün kvadratı. Düsturda yerinə qoyuram. İndi oksigen qatılığını 2 dəfə artırır. Gördün ki, yazdım. Bərabərdir. K vur. 16-da 1-i 2-yə vuranda bu deyir 8-də 1. Onda K böl 8. Sürət nə qalacaq? 8 dəfə azalacaq. Əgər 8 alsaydım 8 dəfə artardı. Amma 8-də 1 aldım, o deməkdir ki, 8 dəfə azalacaq. Bizə dəqiqə. 12-də nə deyir? Verilmiş reaksiyaların sürətlərini müqayisə edin.
Bunun sürətlərini müqayisə elə. Verilmiş. Bizə deyil. Birinci reaksiyada NO-dan oksigen girib, NO2 verib. Baxın, burada sürəti, məsələn, qatılığa görə təhlil eləmiş olsaq, məsələn, reaksiyanın sürəti reaksiyaya girən maddələrin qatılıqları asili ilə düz asıdır, elə. Və yaxud da təzyiqlə çıxış eləsəm, yenə reaksiyanın sürəti reaksiyaya girən maddələrin təzyiqləri asili ilə düz asıdır. Yəni, kimin də, hansının da əmsalı çox olsa, o qədər çox olar. Çünki əmsalı qədər qüvvətə yüksəldirik. Amma bir şey var, burada ikinci tənlikdə iyon halındadır bunlar. Fikir verirsinizmi? Bunlar iyon halındadır. Yəni, biz bunu o düstura yaza bilmərik axı. Sanki siz burada nə baş verib? Burada, yəni H2O-nun alınma tənliyidir, o bir dəqiqə. Elə bil burada hidrogenlər arasındakı rabitə qırılıb da, başa düşürsünüz necə? Məsələn, H2 arasındakı rabitə qırılıb, onlar iyon halına keçib. Bax, elə bil ki, belə deyək də. Məsələn, NO-da dərəcədir də, onsuzdur o. Bu da 2-də 1. Oha, belədir də, bu şəkildədir. O birisi, məsələn, CH4. Məsələn, əgər alkindirsə, belə açıram. Alkaden olsa 2 dənə 2 qat şəkildə açaram. Bu da ki, 4 mol belədir. Bu da ki, vapşı heç rabitəsi də yoxdur bunun. Burada əlbəttə ki, ən çox bu olacaq. Niyə? Çünki bu daha sürətli gedəcək. 2 böyükdür birincidən. Niyə birincidən? Çünki burada elə bir reaksiyanı sürətləndirmək üçün bunların arasındakı rabitələri qırmalıyam. Burada rabitə çoxdur, yoxsa burada əlbəttə üçüncüdə. Deməli, onda az olacaq. Atomların arasındakı rabitənin sayı az olsa, reaksiya bir o qədər sürətli gedər. Niyə? Çünki o az olan rabitə tezcənə qırılacaq, reaksiya daha tez və daha sürətli gedəcək. Amma rabitə çox olsa, gözlə ki, bunu qıracağıq da, başa düşürsünüz, reaksiyanın sürəti onda ləngiyir, azalır. Ona görə, deməli, burada ən çox 2 olacaq. Sonra 1, sonra da 3. Yəni, burada heç rabitə yoxdur da, nə? Təsəvvürləyin ki, müsbət mənfidir. Sırazı gedirik, bir göz qırpımında gedir o. Müsbət mənfi axtarır, mənfi də müsbət axtarır da, onsuz da məlum məsələ. 13-cü sualda. Reaksiya gedən qabın həcmini 50% azaldandan sonra 16 dəfə sürət artıb. Bu hansı reaksiyalara aiddir? Reaksiya gedən qabın həcmini 50% azaldandan sonra. Baxaq görək, baxasılar da mümkündür. 16 dəfə. Bu nə deməkdir? Bax, reaksiya gedən qabın həcmini 2 dəfə azaltmaq nə deməkdir ki? Yəni, qabın həcmini 2 dəfə azaldıbsan. Bu həqiqətən elədir də. Yəni, çünki obşi bu qab 100%-dir. Sən bunu 50%-ə salıbsansa, deməli, reaksiya gedən qabın həcmini 2 dəfə azaldıbsan. Məsələn, birincinin kinetik tənliyini çıxardıram. V bərabərdir. Burada həcmi 2 dəfə azaltmayıb. Həcmlə sürət necə asılıdır? Tərs asılı. Həcm azaldıbsa, onda sürət artacaq. Birincinin tənliyi K vur, V ayağında X-in kvadratı vur, V ayağında Y. Aqreqat hallarına baxaq, bərk olanda götürmürsünüz. İndi, reaksiya gedən qabın həcmi nə oldu? 2 dəfə azaldı. K vur, 2/2 vur, 2/2. Həzmlərin yerinə ki, 16K. Sürət 16 dəfə artdı. Düzdür də? Əla, 1 ödəyir. 2-yə keçirəm. V bərabərdir. Qabın həcmini 2 dəfə azaltmışıq. Həcm azalırsa sürət artacaq. K vur, V ayağında X-in kubu vur, V ayağında Y. K vur, 2-nin kubu vur, 2. 2, 4, 8, 16. 16K. Bəli, sürət 16 dəfə artacaq. Digərlərində yox. Digərlərində, məsələn, 3-cüdə olmayacaq. 2 vur 2 olacaq 4. 4-cüdə bərkə baxma. 4-cü ilə 1-ci tənlik oxşuyur. Amma Y-i götürməyəcəm burada. Ancaq X-in əmsalından işləyəcəm. O da 2/2, 4 olacaq. 5-cidə 2/2 vur 2, 8K alınacaq. 6-cıda 2 üstündə 3 vur, yox, Y-ə baxma. 2 üstündə 3, o da eləyir 8. Ödəməyəcək. Cavab yalnız 1-dən 2. Bax, yenə deyirəm. Qabın həcmi 100%-dir də. Yəni, obşi hər şey 100% olur. Bunu indi 50%-ə salıbsansa, deməli, qabın həcmini 2 dəfə azaldıbsan. İndi hasın da qabın həcmini 2 dəfə azaldanda sürət 16 dəfə artır. Elə bu kinetik tənliklər axtarırdın da sən. 14-də hası reaksiyalarda təzyiq 2 dəfə artanda sürət neçə dəfə artar? Yox, aşağıdakı reaksiyalarda təzyiqi. Onda gəlin belə eləyək də. Birinin üstündə tənlik qurum, sonra o birləri şifahi yaza bilərik. Düzmü deyirəm?
Bax, V bərabərdir. Reaksiyanın sürəti reaksiyaya girən maddələrin təzyiqləri hasili ilə düz asıdır. Təzyiq P hərfi ilə işarə olunur. Kinetik tənliklər belə qurulur. İndi təzyiqi 2 dəfə artır. 2 üstündə 2 vur 2. O da eləyir 8K. Burada təzyiq 8 dəfə artdı. İkincidə V bərabərdir. K vur P ayağında yazıram ya. CO2. K vur 2. 2K. Burada 2 dəfə artdı. Üçüncüdə V bərabərdir. K vur P ayağında N2 vur P ayağında O2. K vur 2 vur 2. O da eləyir 4K. Burada sürət 4 dəfə artdı. V bərabərdir. K vur P ayağında H2. K vur 2. O da eləyir 2K. Burada sürət yenə 2 dəfə artdı. Axırıncıda V bərabərdir. Karbon nəzərə alma. Karbon bərddir. Kükürdü də nəzərə almadım da. Kükürd bərddir. P ayağında H2 üstündə 2. K vur 2 üstündə 2. O da eləyir 4K. Birincidə 8 dəfə, o birisində 2 dəfə, o birisində 4 dəfə, o birisində 2 dəfə, o birisində 4 dəfə artdı. Reaksiyanın sürəti reaksiyaya girən maddələrin təzyiqləri hasili ilə düz asıdır onsuz da. O birisi nə deyir burada? Qabın həcmi qatılıqlar verilib. Qabın həcmini 50% azaltdıqda sürət neçə dəyişər? Neçə dəfə dəyişər? Bizə dəqiqə. Bizə sürət verib, qatılıqları verib. Biz bilsizmi buradan nə eləməliyik? Biz buradan kinetik tənliyimizi çıxartmalıyıq. Çünki biz kinetik tənliyimizi çıxartmasaq, məsələn, bir dənə baxın, 13-cü suala baxın. Görürsünüz, 13-cü sualda tənliklər verilib. Yəni, belə deyək də, bizim reaksiyalarımız hazır verilib. Və mən də çox rahatlıqdan qabın həcmi 50% azalmaq nə deməkdir? Yəni, qabın həcmini 2 dəfə azaltmaq. Aparıb o düsturlarda, o reaksiyalarda kinetik tənlikləri çıxartdım və onu yerinə qoydum. Dedim, görüm hansında 16 dəfə artar. İndi uşaqlar, bu 15-ci sual delədi. 15-ci sualda da mən kinetik tənliyi üzr istəyirəm, mən reaksiyamı çıxartmalıyam. İndi bu elə bil ki, belə deyək də, gəlin belə başa salım. Bax, X ilə Y reaksiya girən maddə, düzdür? Tamam, X ilə Y reaksiya girib. Amma mən bunların üstlərini, qüvvətlərini bilmirəm. Bax, mən onu bilməliyəm. Yəni, bunun əmsallarını bilmirəm ki, bunun qüvvətini yazım. Bax, onda gəlin belə eləyək. Kinetik tənlik belə çıxıbdı, elə bil 0,8 bərabər. Birinci üçün hesablama aparıram. K vur, elə bil ki, X-in qatılığını nə qədər verib? X-in qatılığını 0,2 verib. Y-i 0,1 verib. Amma bax, bir A yazıram, bir B yazıram. Bilmirəm də bunların qüvvəti nətərdir. Başa düşürsünüzmü? Yaxşı, gəl belə başa salım. 0,2-yi 0,1-ə vuranda neçə eləyir? Bax, məntiqlə düşünək. Neçə eləyir? 0,2. Onda 0,8-dən də 0,2 gedəndə heç nə. Yəni, bu ödəmir axı. Mən buraya elə bil bilsiz nətər? Mən elə bil anam B-yə elə bir ədədlər yazmalıyam ki, bax, bunu versin. Onda məntiqlə düşün. Gəlin bu vergülləri ataq. Baxın, yenə deyirəm, bunu buna vuranda 0,2 eləyir. Elə bil bura 0,2 eləyir, bura 0,8 eləyir. Ona görə bu vergülləri rahatlıqdan atıram. İndi 2 üstü neçə 8 eləyir? 3. Deməli, bax, bu tənlik beləymiş. Və yaxud da o birisinə keçirəm. Elə bil ki, bu beləymiş. 0,8 bərabərdir. K vur. 0,2-nin kubu. Vur 0,1 olacaq. Bax, belə olacaq. Başa düşdünüz? Onun üstü, elə bil ki, 2-nin üstü 3, 8 eləyir də. Başa düşdünüzmü? Yaxşı. Lap o birisinə keçək istəyirsiniz. Bax, o birisində 0,64 delə. Bərabərdir K vur. 0,4 vur. Buna A, buna 0,1 B yazıram. Bilmirəm üstlərini. Bax, elə bil bu ədədə vuranda neçə eləyir? 0,4. Bu da 0,64 deyilmi? Gəlin onda bu vergülləri ataq. İndi sual verirəm. İndi A-nın yerinə nə yazım? B-nin yerinə nə yazım ki, mən bu 64-ü alım? A-nın yerinə 3 yaz, B-nin yerinə 1 yazdan. Çünki 4-ün kubu neçə eləyir? 64 eləyirdən. Onsuz da mən birincidə də mən onu aldım. Və yaxud da lap o birisində də təsdiqləyirəm. 2 tam %64. 2 tam %56. Bərabər K vur. 0,4 vur 0,4. AB yazıram, bilmirəm. Bax, birinci ilə ikincidə A-ya 3, B-yə 1 vermədim. Gəl buna indi 3 verim, buna 1 verim. Doğrudan da bunu verəcək. Bax, bununla bu eləyir mi? 4 4 16.
0,16. Onda vergülləri ilə atdım. İndi bax, bunu 4-ün üstü 3 yaz. Buraya da 4. Çünki mən birinci ilə ikincidən aya 3, B-yə 1 aldım da. Görün burada da o ödəyirmi? 4-ün kubu 64, 64 4-ə vuranda 256. Gördün, bunu verdi. Deməli, bizim tənliyimiz, bizim reaksiya tənliyimiz bax bu şəkildədir. Bax belədir. 3x üstəgəl y-dir. Bəli, bu şəkildədir. Əla. İndi qabın həcmini 50% azalt deyir. Qabın həcmini 50% azaldanda nə deməkdir? Yəni həcmi 2 dəfə azaldıbsan. Qabın həcmini 2 dəfə 100%-dən 50%-ə salıbsan da 2 dəfə azaldıbsan. Onda həcmlə də sürət tərs asıdır axı. Həcmi azaldıbsansa onda sürət artacaq. V ayağında x-in kubu vur, V ayağında y. K vur, 2-nin kubu vur 2. 2 dəfə 2 4 8 16k. Deməli sürət 16 dəfə artacaq. Aydındırmı? 16-cı sualda nə deyir? 16-ya keçirəm. 16-da deyir ki, sənə belə bir tənlif vermişəm. 4-2, hə. Nə deyir? Təzyiqi 3 dəfə artanda sürət 27 dəfə artıb. X, Y-in aqreqat halını müəyyən elə. Bax, 4x üstəgəl 3y 2. 2z. Əvvəla, mən X, Y-in aqreqat halını bilmirəm. Amma təzyiqi 3 dəfə artanda sürət 27 dəfə artıb. Bu nə deməkdir bilsən? V bərabərdir K vur, P ayağında vur, P ayağında. Hələ X, Y-in hansı aqreqat halı nə olduğunu bilmirəm. İndi gözləyin. Bax, bura 27 dəfə artıb. Buranın 27 olması üçün gərək bu hissələrdən 3 üstü 3 çıxsın. O da buradadır. Baba. Baba, çünki onsa təzyiqi yazıq, təzyiqi özü verib dənə. Heç 3 üstü 3 deyəndə ki, təzyiqi 3 verib. İndi sual verirəm. 3 üstü neçə 27 eləyir? Əlbəttə ki, 3. Onda əmsalı 3 olan bu olacaq. Deməli, bunu nəzərə almayacaqsan düsturda. Deməli, ekspert. Deməli, tənlik belədir, bax, deyim. V bərabərdir K vur, P ayağında Y2-nin kubu. İndi, sürət 27, K vur, 3 üstü 3, doğrudan deyilirdən. Əla. Alınır, görsən. Deməli, ekspert. O birisi qaz. Cavab 16-da D variantı. Sonra 17-də 17 görürükdə. Təzyiqi 2 dəfə artanda aşağıdakı reaksiyaların sürəti neçə dəfə artar boşluğu yazın. Amoniyakın sintezi bu deməkdir. Amoniyakın yəni alınması. Təzyiq V bərabərdir K vur, P ayağında N2 vur, P ayağında H2-nin kubu. K vur, təzyiqi 2 dəfə artırıb 2 vur, 2-nin kubu. 16K. Birincidə 16 dəfə artdı. Suyun elektrolizi. Suyun elektrolizi, suyun parçalanması elektrik cəryanının təsirindən. V bərabərdir K vur, P ayağında H2-nun kvadratı. Çünki reaksiyanın sürəti reaksiya girən maddələrin təzyiqləri hasili ilə düz asıdır. 2 üstü 2 o eləyir 4K. 4 dəfə artdı. Hidrogen xloridin sintezi. Bu da 4 dəfə olacaq da. Çünki burada da 4 dəfə artdı. Aydındır mı? 16 dəfə artdı, 4 dəfə artdı, o birisi də 4 dəfə artdı cavabımız. 18-ci sualda belə bir tənlif verib, deyir bu reaksiya üçün nə deyir o? 1 litr məhlula 2 litr su əlavə etdikdə sürət necə dəyişər? 1 litr məhlulun həcmini yarıyadək buxarlandıranda sürət necə dəyişər? Deməli 1 litr məhlula baxın, belə eləyək də, gəlin belə eləyək. A üstəgəl, bizə dəqiqə tələsmin qoy təmin yazın. 1 litr, burada mən baxıram ki, həcmdən söhbət gedir, həcmdən. 1 litr məhlula 2 litr su əlavə etdikdə məhlulun həcmi nə qayırıb? Elə bil əvvəl 1 litr imiş. Sonra 1 litrin üstə 2 litr də su tökəndə məhlulun həcmi qalxıb 3 litrə. Yəni, həcm 3 dəfə artıb. 3 dəfə artıb. Görün, düzmü deyirəm? Elə. Həcm 3 dəfə artıb. Sonra sürət necə dəyişərdir?
Onda biz kinetik tənliyimizi çıxarsaq V bərabərdir. Baxın, yenə deyirəm, həcm 1 litr idi, 3 litr olanda həcm 3 dəfə artdı. Həcm artanda sürət azalacaq. Onda K vur 1 böl V ayağında A vur 1 böl V ayağında B. Belədir. O da bərabərdir. K vur həcmə yazıram 3-də 1 vur 3-də 1. O da eləyir K böl 9. Buradan görsənir ki, sürət 9 dəfə nə qaracaq, azalacaq. İndi o birisində nə verir? Həcm 1 litrdir, 1 litr. Amma yarıya qədər buxarlandırıb. Yarıya qədər buxarlandırıbsa, onda 0,5 litr qalıb. Əvvəl 1 litr olan bir şey, indi 0,5 litr olub. Yəni, həcm 2 dəfə azalıb. Həcm azalanda sürət artacaq. Onda kinetik tənlik belə çıxacaq. V ayağında A vur, V ayağında B. Elə? O da bərabərdir. K vur, 2 vur, 2. Həcm azalanda sürət artmalıdır. O da eləməlidir nə? 4. Aydın oldu mu? Buradan da görsənir o. Biz o 4K alanda bu 4 dəfə artdı. Deməli biri 9 dəfə azaldı, o birisi 4 dəfə artdı. Keçək digər sualımıza. 19-cu sualda görək nə deyir. 19-cu sualda sistemin həcmini 80% azaltdıqda hansı reaksiyanın sürəti 25 dəfə artar? Sistemin həcmini 80% azaldıq. Deməli 25 dəfə artar deyir. Neçə eləyir böləndə? Elə bil ki, bu 100%-dən bunu 80%-ə salıb da. Başa düşdünüz nətər? Baxın, onda gəlin bunu belə fikirləşək də. Bax, bizdə obşey, ümumiyyətcə olan bir şey nədir? 100%-dir də, düzdür? O, sistemin həcmini 80% azalt deyir. Baxın, obşey olan bir şey, onsuz da tam olan bir şey 100%-dir. Bunu 80% azaldırsansa, onda bu düşür 20%-ə. Gördünüzmü deyirəm? Düz deyirəm də. Bax, 100% idi. 80% azaltdım. Bu oldu 20%. Onda bu neçə dəfə azaldı? Yəni, sual verirəm. Həcm neçə dəfə azaldı? 5 dəfə azaldı. Deməli, həcmin 80% azalması onun 5 dəfə azalması deməkdir. Bax, yenə deyirəm, 100% idi. 80% azaltdım, qaldı 20%. 100-dən 20-yə düşən bir şey neçə dəfə azaldı? 5 dəfə. İndi hansı reaksiyalarda həcmin 5 dəfə azalmağı sürətin 25 dəfə artmasına səbəb olur? Birinci işləyirəm. K vur. Bax, həcm azalıbsa sürət artacaq. Onda V ayağında X vur, V ayağında Y. Çünki həcm azalanda sürət artır. Tənliyi ona görə belə yazdım. K vur, V'lərin yerinə 5. Bu eləyir 25K. Bu düzgündür, bir düzdür. İkincidə. İkincidə ödəməz. Bunlara 2 yazım. Bunlara 2 yazsam hara vurub çıxır bu? Olmaz o, qətiyyən. İndi o birisində 3-də ödəyəcək. Niyə? Üçüncüdə V bərabərdir K vur, V ayağında X-in kvadratı yazacağam. Niyə Y yazmadım? Çünki Y bərddir, bərki nəzərə almırıq. İndi K vur, 5-in kvadratı o eləyəcək 25K. Cavab oldu nə? 1-dən 3. Çox maraqlı və qəşəng sualdır. 20-ci sualı görək nə deyir. Baxaq. 50 dərəcə Selsidə reaksiyanın sürəti ikinci reaksiyanın sürətindən 3 dəfə azdır. Birinci reaksiyanın temperaturu əmsalı 2, ikinci reaksiyanın temperaturu əmsalı 3-dür. 30 dərəcə Selsidə birinci reaksiyanın sürətinin ikinci reaksiyanın sürətinə nisbətini müəyyən edin. Qammalar da verilir. Bana bizə dəqiqə. Sonra baxın, onda gəlin bunu belə eləyək. Bu mənə birinci reaksiyanın sürətindən danışır. Ümumiyyətcə belədir də, VT2 böl VT1 bərabərdir. Qamma üstü T2 çıx T1 böl 10. Burada elə bil ki, temperaturla qamma verilibdir ancaq. Əvvəl birinci üçün işləm aparıram. Birinci üçün VT2 böl nə? VT1 qamma neçədir? Birinci reaksiyanın temperatur əmsalını 2 verir. 2 üstündə T2 çıx T1. Elə bil ki, 50 dərəcə 30 dərəcə. T2 çıx T1. 30 çıx 50. 30 çıx 50 böl 10. Neçə eləyir bu? VT2 böl VT1 bərabərdir. 2 üstü mənfi 2. Bu 4-də 1 eləyir. Düzmü getdim? 2 üstü mənfi 4-də 1.
Onda VT1 bərabərdir 4 VT2-yə. Bu birincidən gələn nəticədir. İndi ikinciyə gedirəm. VT2 bölək VT1. Qamma neçədir? Qamması bunun. Birincinin qamması 2 idi. İkincinin qamması 3'dür. 3'dür. Yenə T2 çıx T1 böl 10. 30 çıx 50 böl 10. VT2 böl VT1 bərabərdir 3 üstü mənfi 2. O da bərabərdir nə? 9'da 1. Elə? Onda VT1 bərabərdir 9 VT2. Bizim nəticələrimiz bulardır. Aldıq mı? İndi orada yazıb ki, bax başda yazıb ki, birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətindən 3 dəfə azdır. Birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətindən 3 dəfə azdır. Onda birinciyi 3'ə vurub buna bərabər olasam olar mı? Onda bax birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətindən 3 dəfə azdırsa, deməli bunu 3'ə vurub buna bərabər eləyəcəm. Fikir verdinizmi? Birinci reaksiyanın sürəti bununla ikincidən 3 dəfə az gedir. Onda birinciyi 3'ə vurub ikinciyə bərabər eləyəcəm. Elə? İndi aşağıda da yazıb ki, birinci reaksiyanın sürətinin ikinci reaksiyanın sürətinə nisbəti. İndi bu birinci reaksiya bu idi də, bax bu, bununcu da. Elə bil ayağına 1 yazım. İndi bunu ikinciyə bölüm. Bu da nə eləyir? Birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətinə nisbəti. Bizə dəqiqə. Burada xasını tapmalıydım ki. Hədə biz birinci ikinciyə böləcəyik də. Onda bu böyle 12 9'a böləndə oradakı ədədlər vermir axı. Neynədim mən bir dəqiqə? Yox, bir dəqiqə, biz bu tənliyi buradan belə quraq da. Buradan alıram mən. Bunu 3 dəfə artırmadım ki, ona bərabər olsun. Onda bu 12, bu V1 eləyək bunu. Çünki bu birinci. Bax, bunlar onsa gedir. Bunlar elə bizi narahat eləyir burada. Bu VT2'lər gedir. Bu birincinin. Bu versi nədir bə? Bu da ikincinindir. Elə. Bu da ikincinin sürətidir. İndi birinci reaksiyanın sürəti, ikinci reaksiyanın sürətinə nisbəti. Heç nə. Onda mən birinciyi ikinciyə böləcəm. Belə. Bu nə deməkdir? V1'i V2'yə bölmək. Onda 9'u 12'yə bölmək deməkdir. Bunlar gedəndə 3 böl 4. O da 0,75. Hə, var da. Bir dəqiqə. Y variantı. 20'də oldu Y variantı. Keçək 21-ci sualımıza. Nə deyir 21'də? N2 üstə gələk 3 mol H2 alınıb 2 mol NH3. Bu amoniyakın parçalanma sürəti necə dəyişər? Amoniyakın parçalanma sürəti necə dəyişər? Əlavə olunan NH3 mol sayıdır. Aha, qatılıq var, həcm var. Qatılıq var, həcm var. Bu sürətin necə dəyişdiyinə baxacağıq. Bu sual, bu 21-ci sual. Eyni ilə əvvəldəki sual var idi. Bax, toçun ondandır. Baxın, burada yazıb NH3-ün tarazlıq qatılığı, NH3-ün tarazlıq qatılığı. 0,3 verilir, belə. Amma deyir, onun üzərinə 3 mol amoniyak əmələ gəlib. Bu qatılıqdır, bu qatılıqdır. Amma üzərinə 3 mol amoniyak gəlib. Amma bu qatılıqla mol toplamaq olmaz axı, yəni məntiqlə düşünək. Onda molu qatılığa çevirək. C bərabərdir N böl V-dən. Molu 3 verib, həcmi də orada verib də 5. Bu neçə eləyir? 0,6 elə, 0,6. Deməli, əvvəl amoniyakın qatılığı 0,3 idi, üzərinə 0,6 da gəldi. Nə oldu bu? 0,9. Deməli, əvvəl amoniyakın qatılığı 0,3 idi, indi qatılıq oldu 0,9. Qatılıq neçə dəfə artdı? Amoniyakın qatılığı yəni 3 dəfə artdı. 3 dəfə artdı. İndi amoniyakın parçalanma sürəti deyir. Deməli, bu tənliyi tərsinə çevirəcəm. Bu amoniyakın əmələ gəlməsidir. İndi bu amoniyakın parçalanma tənliyi. V bərabərdir K vur C ayağında NH3-ün nə? Kvadratı. O da bərabərdir K vur 3-ün kvadratı. O da eləyir 9. Aydın oldu mu? Bu da belə. Bizdən onu istəyirdi də. 9 dəfə. Cavab 9. Sürət 9 dəfə artdı. Qatılıq 3 dəfə artanda, o da 3-ün kvadratı elədi 9. 22-ci sualda nə deyir? Sürət sabitinin qiymətini hesabla. Hər biri üçün hesablayaq, yoxsa sürət sabitinin
Baxaq da, belə döymə. Bax. Yox, bizə dəqiqə. Qatılıqları verilib. Sürəti verilib. Biz onda burada hər birinin tənliyini, reaksiyasını çıxartmalıyıq. Çünki biz reaksiyanı çıxartmasaq, biz onu nətər biləcəyik? Bu sualdan elə bil əvvəldə də oxşar biri var idi, elə yenisi. Biz də orada birinci reaksiyanı çıxartdıq. Bax, elə bil ki, A-nan B reaksiyaya girib. Elə. Amma biz A-nan B-nin əmsalını bilmirik. Başa düşür, bilmədiyimiz üçün də neçəyə qüvvətə yüksəldəcəyimizi də bilmirik. Fikrim çatdı mı? Onsuz da burada A-nan B-nin qatılığını veribsə, deməli, A-nan B burada qazdır da. Yəni, bərk ola bilməz, bunu bərbaşdan bilirik. İndi, baxın, yəni məsələn birinci təcrübədə 0.1, 0.1 sürət alınıb 0.1. Tamam. Deməli bunların üstünə nə yazsan da, yəni bu 0.1, bu 0.1, bunların üstünə nə yazsan da sürət 0.1 eləyir. Onsuz da 0.1-in kvadratı ya kubu bunu dəyişməyəcək. Tamam, bizə dəqiqə bax. Gəl belə eləyək. O birisində bu A 0.2-dir. B 0.1-dir, sürət 0.4 alınıb. Onda deyə bilərəmmi ki, burada A-nın kvadratı var. A-nın kvadratı. Çünki, bax, elə bir 0.2 vur 0.1 bərabərdir. Neçə eləyir bu? Elə bir 0.4. Elə bir ki, bunlar 0.2 eləmirmi? Bu da 0.4. Mən bu vergüllərdən azad oluram. Onda bunu 2 vur 1 bərabərdir 4 kimi. Necə eləyim mən bunu? Onda burada 2-nin kvadratı olmalıdır. Deməli, A-nın əmsalı 2-dir. Bax, belə olacaq bu. A-nın qüvvəti 2-yə çıxacaq. Yəni, bura 2-dir. İndi üçüncüyə keçirəm. Bax, üçüncüyə bir dənə bax. Bax, 0.1-i 0.2-yə vurub 0.8 alır. Bu eləyirmi 0.2? Bu da 0.8. Gəlin bu vergüllərdən azad olaq. Yəni, 1 vur 2 bərabərdir 8. Bunu necə alarsan? Deməli, burada 2-nin kubu var. Deməli, burada da B-nin də əmsalı 3-dür. Bəli, B-nin də əmsalı 3-dür ki, o nəticələri alıb da orada. Onda bizim kinetik tənliyimiz V bərabərdir. K vur, C ayağında A-nın kvadratı vur, C ayağında B-nin kubu olacaq. Və mənə də sürət sabitini tap demir. Keyfimiz hansından istəsə o təcrübələrini hesablaya bilərik. Zaten onu eyni alacağıq. Hər bir üçün ayrı istəmir ki, onsa bunların hamısında eyni nəticə çıxacaq. Deməli, 0.1 bərabərdir. K vur, A-nınki nə qədərdir? 0.1-in kvadratı vur. B-ninki nə qədər verib? 0.1-in kubu. Bu neçə eləyəcək? 0.1 bərabərdir. K vur. 0.1 vur. 0.001. Elə? Mən indi nə yazım ki, bunlar eyni çıxsın? K onda 1000-dir də burada, bəli, 1000-dir. Bunlarla bu gedəndə burada 1 qalır. 1 bərabərdir K vur. 0.1. K 1000-dir də, əla. K 1000-dir. İstəsəz ikincidə də yerinə qoya bilərəm, problem deyil. Sürəti 0.4 verməyib, o da bərabər 0.2-nin kvadratı, çünki belə idi. Aha, K vur, 0.2-nin kvadratı vur, B-ni də 0.1 verib. Elə, bizə dəqiqə. 0.4 bərabərdir K vur, A-nınki nə qədərdir? 0.2-nin kvadratı vur, B-ninki də 0.1-in kubu. Buradan da K 1000 eləyəcək də. Görsən, hansına hesablasan da 1000 çıxır. 23-cü suala keçirəm. Nə deyir 23-cü sualda bizə? Deməli, 22-də 1000 aldıq, 23-də. Katalizator nəyə təsir eləyir? Sürət sabitinə, bəli, sürət sabitinə. Ümumiyyətlə, katalizator reaksiyanın sürətinə təsir eləyir də. Reaksiyanın sürətini artırır ya azaldır. Artıran müsbətdə, azaldan mənfi katalizatordur. Yəni, bir də aktivləşmə enerjisinə. Bəli, katalizator əlavə eləyəndə maddənin özünün aktivliyini də artırır da. Yəni, aktivliyi artır ki, sürəti artır. Ümumiyyətlə, bir də ki, yadınızda saxlayın. Bir var katalizatoru siz əlavə eləyirsiniz. Bir də var katalizator reaksiyanın gedişatında özü yaranır. Əgər katalizator reaksiyanın gedişatında özü yaranırsa, hətta ona avtokatalitik reaksiya deyilir. Yəni, katalizator, bayaqların bir sual da var idi burada. Görsənmi? Baba, 10-cu sual. Sürət sabiti nədən asılıdır? Dedim, temperatur, katalizator, təbiət. Görsən, o burada yenə verilir. Görsən, sürət sabitinə. 2 ilə 3-dür cavab. 24-də nə deyir? 24-də deyir ki, doğruları seçin. Bu yavaş sürətli gedib, bu isə sürətdir. İndi
Biz onda yekun tənliyi ala bilərik də. Düz deyilmi? Biz buradan yekun mərhələni çıxarsaq tənliyi olaraq, onda onu bilmiş olarıq. Çünki belə deyək, bu bizə sürətin düsturunun qatılıqdan asılıq düsturunu çıxardıb. Yekun tənliyi çıxardıb. Bir fikir verin, üçüncüdə. Gəlin belə eləyək. 2 mol NO üstəgəl H2 alınır N2 üstəgəl H2O2. Bir yavaş sürətli var, bir də sürətli verib. H2. 2 mol da su. Bu da sürətli gedir. İndi biz bu tənlikləri tərəf-tərəfə toplasaq nə baş verər? Bunlar getdi, sağla sol deyinləri aparım. 2 mol NO üstə gələk. Bu tənə bax. Bunlar 2 mol H2. Tənlikləri tərəf-tərəfə toplayanda sağla sol deyinləri xısar gedir. N2 üstə gəl. 2 mol H2. İndi burada gəlin baxaq. Bax. Sürət düsturu, reaksiyanın sürət düsturunu belə çıxardacağım. V bərabər K vur, C ayağında NO-nun kvadratı vur, C ayağında H2-nin kvadratı. Ona görə bir səhvdir. Aralıq məhsul N2-dir. Aralıq məhsul N2-dir. Bəli, düz deyir. Yo. Aralıq məhsul niyə N2 olur ki? O aralıq məhsul deyil, axı bu tənliyimizdə məhsulumuzdur. Aralıq məhsul dediyiniz şey nədir, bilirsinizmi? Yəni mən nəyə görə dayandım? Çünki aralıq məhsul dediyimiz şey birinci tənlikdə alınmalıdır. İkinci tənlikdə burada özünü göstərməlidir. Sonra itməlidir. Aralıq məhsul aslı bilirsizmi? Bax budur, bax bu. Görürsünüz, birinci tənlikdə alındı. Sonra təzən o biri tənlikdə özünü göstərdi. Buna bax, sonra itdi. Yoxdur. Elə bil aralıqda əmələ gəldi, sonra yoxa çıxdı. Görürsünüzmü? H2O2 deyə bir şey yoxdur burada. Aralıq məhsul H2O2-dir. Onda 2 səhvdir. N2 məhsuldur. Aralıq məhsul H2O2-dir. Deməli 2 səhvdir. Üçüncüdə yekun tənliyi onsuz da çıxartmışam. 3 düzdür, konkret. 4-də katalizator yoxdur. Katalizator. Bəli, burada katalizatorumuz yoxdur axı. Katalizator dediyimiz şey bilirsizmi nədir? Həm reaksiyanın başında olur, həm də sonunda olur. Yəni mənə burada, bax bu yazdığım tənliklərdə mənə, və yaxud da orada indi aydın görsən, mənə orada 2 tənlik verib, yavaş, sürətli və sürətli. Mənə orada elə bir maddə göstər ki, o tənliyin həm başındadır, həm sağında. Həm başındadır, həm sağında. Görürsünüz, göstərə bilməzsiniz. Katalizator yoxdur, 4 düzdür. Bax, katalizatoru izah edirəm. Məsələn, mən A-dan B-ni almaq istəyirəm, amma alamıram. Buraya bir C gələn kimi, və yaxud da elə eləməyim, bizə dəqiqə gəlin belə eləyək. Məsələn, A-nan B-ni aparmaq istəyirəm, AB almaq istəyirəm, amma alamıram. Buraya bir C gələn kimi burada alındı avtomatik AB. Bu nətər oldu, bilirsizmi? Nətər oldu? Yaxşı, bu C-nin işi nə idi? Katalizator reaksiya girən maddələrdən birindən reaksiya girib aralıq məhsul yaradır. Bax, buna deyirlər aralıq məhsul. Sonra həmən aralıq məhsul reaksiya girən maddələrin digərindən reaksiya girib, katalizator sərbəst çıxır və əsas məhsulu verir. Gördünüz, burada əsas məhsul budur. Bu aralıq maddədir. Aralıq maddədir. Yarandı, burada da sonra itdi. Ona görə orada H2O2 aralıq maddədir. Katalizator hasıdır bə? Bax, bu aralıq maddədir. Amma katalizator C-dir. Niyə? Çünki tənliyin həm başında var, həm də sağında var. Çünki katalizator arıyı qatır, sonra çıxır aradan. Sonra nə deyir? 25-i də izah eləyək. Nə deyir 25-də? A-nın qatılığını 2 dəfə artıranda sürət 4 dəfə artıb. X-in qatılığını artıranda sürət dəyişmir. Onda X bərtdir də burada. Yox, gəlin belə baxaq da buna. Bizə dəqiqə. Bax, A üstəgəl 2B alınıb C. C üstəgəl 2X alınıb Y. Y üstəgəl 2A alınıb 2Z üstəgəl K. İndi gəlin belə eləyək. Bir dənə diqqətlə qalaq. Bu tənlikləri tərəf-tərəfə toplasaq. Bu tənlikləri tərəf-tərəfə toplasaq, nə edəcəm? Baxın. C-lər gedər, Y-lər gedər. Bizə dəqiqə. X-in qatılığını artıranda sürət dəyişmir, deyir. Onda X bərtdir də, yəqin. Bərtdir ki, təsir eləmir də o.
Baxın, A-nın qatılını 2 dəfə artıranda sürət 4 dəfə artıbsa, bax o buradadır. Çünki B bərabərdir. K vur, C ayağında, Y vur, C ayağında A-nın kvadratı. Və mən burada A-nın qatılığını 2 dəfə artırsam, 2 üstü 2, 4 eləyəcək. Sürət 4 dəfə artacaq. Onda bu yavaş sürətli gedəndir. Yavaş sürətli gedəndir. Niyə bilirsinizmi? Çünki biz belə danışmışıq da, reaksiyanın sürəti həmişə yavaş mərhələyə görədir. Yavaş gedən mərhələyə görədir. Və bunu tarazlıq bölməsində materialda da yazmışdım. Bir neçə reaksiya yazmışdım. Hətta orada da qeyd eləmişdim ki, reaksiyanın sürəti həmişə yavaş gedən mərhələnin sürətindən təyin olunur. Biz reaksiyanın hansı ki kinetik tənliklərini çıxardırıq. Bax, orada yavaş mərhələlə işləyirik. Onu materialda da qeyd eləmişəm. İndi də burada əgər bizə deyirsə ki, A-nın qatılığını 2 dəfə artırdı, yəni burada A-nın qatılığını 2 dəfə artanda sürət 4 dəfə artırsa, deməli 2-nin kvadratı 4 eləyir. Buna görə olası ki, bunun A-nın qatılığını burada 2 dəfə artanda sürət 2 dəfə artacaq. Amma mənə 4 dəfə artmaq lazımdır. Onda bu budur. Və onda mən reaksiyanın sürətinin kinetik tənliyini çıxartdım qatılıqdan asılı. Deməli, bu əgər reaksiyanın sürət düsturunu çıxartmışamsa, bu yavaş gedən mərhələdir. Deməli, onda sürət düsturu belə olacaq axı. Belə olmalıdır. Y vur A-nın kvadratı. Amma bu yazıb A vur B-nin kvadratı. Bu səhvdir. Bir səhv. Yekun tənlik. Gəlin belə eləyək. Bizə dəqiqə yekun tənliyi alaq indi sizlə. Biz yekun tənliyi alanda bu tənlikləri tərəf-tərəfə toplayacağıq. Tərəf-tərəfə toplayanda enlər ixtisar gedir. Burada olur 3A, üstəgəl 2B, üstəgələk x, sağ tərəfdə də qaldı 2Z, üstəgəl K. Onda 2 avtomatik düzdür. C və Y aralıq məhsullardır. C ilə Y aralıq məhsullardır. Sizə əvvəldə izah elədim. Aralıq məhsul odur ki, arada məhsul tərəfdə yaranır, sonra itir. Bax, C burada alınıb, burada yoxa çıxıb. Gördün, C burada alındı. Necə ki, bayaqlarım əvvəlki testdə izah elədim. Məsələn, katalizator reaksiya girən maddələrdən birinlə reaksiya girir, aralıq məhsul yaradır. Sonra aralıq məhsul başdakı maddələrdən birinlə reaksiya girəndə yoxa çıxır. Bəli, burada C də aralıq maddədir, Y də. Buna bax, Y də alınıb, sonra burada sərf olunub, görürsünüz artıq burada yoxdur. Bəli, aralıq məhsul dediyin şey tənliyin sağında olur, sonra da solunda özünü göstərir və sonra yoxa çıxır. 3 düzdür, 2 düzdür. K katalizatordur. Yox, katalizator dediyimiz şey nədir? Katalizator dediyimiz tənliyin həm başında olmalıdır, həm də sağında. Başda arıyı qatıb, sonda da özü sərbəst çıxmalıdır. 4 səhvdir. 5. Birinci tənlik yavaş sürətlidir. Bunu biz birinci tənlik yavaş sürətlidir. Birinci tənlik yox, mən yavaş sürətli bunu demədim mi? Çünki bu şərtdə yazıb A-nın qatılığını 2 dəfə artıranda sürət 4 dəfə artır. O burada icra olunur. Və biz burada reaksiyanın sürətini çıxartdıq. V bərabərdə K vur, Y vur, A-nın kvadratı. Yavaş sürətli o, bu tənlikdir. Səhv yazıb onda. 3-cü tənlikdir yavaş gedən. Səhvdir. 6-da yazıb 3-cü tənlik yavaş sürətlidir. Bu təbii ki düzdür. Cavab 2, 3, 6. Həmişə reaksiyanın sürətinin kinetik tənlikləri yavaş mərhələyə görə olur. Yadınızda saxlayın. Burada da A-nın qatılığını 2 dəfə artanda sürət 4 dəfə artıbsa, bu 3 tənlikdən hansındadır o? 3-cüdə. Çünki A-nın əmsalında 2 var. 2-nin kvadratı eləyəcək 4. Deməli, artıq burada bu reaksiyanın sürətinin qatılıqdan asılı çıxacaq. O da cavab 3. 2, 3, 6-dır cavab. Uşaqlar, testimizin izahını bura qədər verdim. İnşallah növbəti izahda testimizin ardını izah edəcəm. Sağ olun.